Ermənistan yenə daxili çəkişmələrin məngənəsindədir. Hökumət kilsə qarşı durması erməni cəmiyyətində ciddi rezonans yaradıb. Eçmiadzin kilsəsi Ermənistan təhlükəsizlik xidmət əməkdaşları ilə din xadimləri arasında davaya meydan olub. Milli Təhlükəsizlik Xidməti bütün ermənilərin Katolikosu 2-ci Qareginin iqamətgahında axtarış aparmağa cəhd edib. Bu zaman onlara mane olmağa çalışan din xadimləri ilə qarşıdurma yaşanıb. Erməni kilsəsində axtarışlar və Mikayel Ajapyanın saxlanılması ilə bağlı atılacaq addımlarla əlaqədar müvafiq qərarlar verəcəyik. Arxiyepiskop indi vəkilimizlə gedəcək. Biz keşişlərin iclasının keçirildiyi iqamətgaha qayıdacaq. Müzakirə aparıb qərar qəbul edəcəyik. Arxiyepiskopun hələ də Eçmiadzində bütün ermənilərin Katolikosunun iqamətgahında olduğunu bildirən hüquq mühafizə orqanları onun saxlanılmasını təkzib etsə də, hər vəkillər suallardan yayınmağa çalışıb. Nə üçün siz kütləvi informasiya vasitələrinin nümayəndələrinə işləməyə maneçilik törədirsiniz? Bu biabırçılıqdır. İqamətgahda etiraz aksiyası keçirən din xadimləri hakimiyyətin kilsəyə hörmətsizlik nümayiş etdirdiyini bildirib. Hökumət isə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə əraziyə əlavə polis və təhlükəsizlik qüvvələri cəlb edib. Son zamanlar Ermənistanda daha geniş vüsət alan etiraz dalğası və daxili çəkişmə bir neçə sualın meydana çıxmasına səbəb olur. Məsələn, maraqlıdır ki, dünyaya özünü demokratiya fədaisi kimi sırmağa çalışan dairələr niyə susub? Axı Ermənistan Apostol kilsəsinin müdafiəsinə qalxan və polis tərəfindən evində axtarış aparılan Samuel Karapetyanın, eləcə də deputatlar, ictimai fəalların əsassız həbslərinə, getdikcə dərinləşən hökumət kilsə qarşı durmasına, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktlarına niyə göz yumurlar? Dünyanın bir çox nöqtəsində adi bir hadisəni də demokratiya şkosu üçün predmetə çevirən qərb institutları və dırnaqarası hüquq müdafiə təşkilatlarının bu suala cavab verməyə yerinə düşərdi. Ermənistan isə bu dəfə necə deyərlər papağını qarşısına qoyub daha dərin düşünməlidir. Daxili sabitliyini təmin etməkdə çətinlik çəkən bir ölkə sülh quruculuğuna hansı töhfə verə bilər və ya bölgədə sabitliyin təmin olunması üçün hansı adekvat addımları atmaq məcburiyyətindədir? Natiq Çıraqzadə, ASTV xəbər.